Xeyir olsun, əziz şagirdlər. Bu gün biz 5-ci sinif təbiət dərsliyində heyvanları necə qruplaşdırırıq mövzusunu öyrənəcəyik. Biz hər birimiz heyvanlar aləmindən tanışıq. İstəyir quruda yaşayanlarla, istəyir suda yaşayanlarla, istəyir havada uçanlarla və s. və s. Heyvanlar bizim ətrafımızda müxtəlif cür şəraitdə, müxtəlif cür formada formalaşıblar. 2 milyon növ olaraq heyvanlar bitkilər aləmindən üstünlük təşkil edir. Amma biokütlə olaraq isə bitkilər aləmi üstünlük təşkil edir. Bunu bir kənarda qeydinizdə edin. Gəlin bir xatırlatma eləyək. Biz öyrənmişdik, bizim dayaq hərəkət sistemimiz 2 hissədən ibarətdir. Aktiv hissə, pasiv hissə. Pasiv hissə öyrənirdi, daha doğrusu pasiv hissə olurdu skeletimiz, yəni sümüklərimiz. Aktiv hissə isə bizim əzələmiz olurdu. Və heyvanları da məhz onların onurğasının olmasına görə, yəni onurğalı və onurğasız heyvanlar qrupuna bölünüblər. Təkrar deyirəm, heyvanlarda onurğa sütununun olmasına görə heyvanlar 2 qrupa bölünür. Onurğalı heyvanlar və onurğasız heyvanlar. Onurğalı heyvanlar hansılardır? Balıqlar, suda quruda yaşayanlar, sürünənlər, məməlilər və quşlar aiddir. Məməlilər sinfinin nümayəndələrini hər biriniz görmüsünüz. Xarakterik xüsusiyyətləri: bədənləri tük və xəzlə örtülmüşdür. Balalarını südlə bəsləyirlər. Əsasən bunlar diri bala doğmaqla çoxalırlar. Yəni ki, bunlar yumurta qoymaqla, yalnız ördək burun və yexidlə ilkin məməlilər yumurta qoymaqla çoxalır. Digərləri isə yalnız və yalnız diri bala doğmaqla çoxalırlar. Sonra burada gördüyünüz digər heyvanlar var ki, hansı ki bunlar da quruda yaşadıqlarını bilirsiniz. Yalnız balina və delfin kimi bəzi məməlilər suda yaşayır. Çünki bunlar da suda yaşayan, bilirsiniz ki, balina yırtıcı növlərinə aiddir. Və bir şey sizə xatırlatma edim ki, məməlilər atmosferdə həll olmuş oksigendən istifadə edir. Çünki onlar ağciyərlə tənəffüs edirlər. Beləliklə, burada artıq yeni bir mövzu, yeni bir qeyd yazmış oluruq. Oksigen 2 cür olur. Suda həll olmuş oksigen, atmosferdə həll olmuş oksigen. Suda yaşayan heyvanlar istifadə edirlər suda həll olmuş oksigendən, məsəl üçün balıqlar. Quruda yaşayan heyvanlar isə havada həll olmuş oksigendən, yəni atmosferdə həll olmuş oksigendən istifadə edirlər. Məsələn, məməlilər, quşlar, sürünənlər və suda quruda yaşayanların müəyyən bir hissəsi. Sonra gəlin biz quşlar haqqında bir məlumat alaq. Quşların dişləri olmur, hər biriniz görmüsünüz. Onların dimdiyi var, hansı ki dimdiyi vasitəsilə onlar istənilən bir yerdən öz yeməyini yeməyi, rahatlıqla qidalanmağı təmin edə bilirlər. Bədəninin üzəri lələklərlə örtülüdür. Həmin lələklər onların uçmasını təmin edir, bədənini isti saxlayır. 2 qanadı olur, ancaq bütün quşların hamısı uça bilməz. Misal üçün, həyət toyuqları, ev quşlarını biz uçur deyə bir şey deyə bilmərik. Sonra bunlar yumurta qoymaqla çoxalırlar. Bəli, sərt qabığı olan yumurta qoymaqla çoxalırlar. Hər birimiz bunların yumurtasını görmüşük də, ev toyuqlarının yumurtasını, ev quşlarının yumurtasını yeyirik də. Demək, burada mən sizə bir istisnanı göstərim. Pigvin quşlar sinfinə aiddir. Uça bilmir, amma çox yaxşı üzə bilir. Çünki bunların ayaqlarının arasında üzmə pərdəsi var və bunların ön ətrafları, yəni yuxarı ətrafları üzməyə uyğunlaşmış formada üzgəc formasındadır. Bunlar quruda yeriyərkən sadəcə olaraq üzgəclərini bir qədər sanki quş qanad açırmış kimi göstərə bilərlər. Amma bunlar uçmurlar. Yalnız çox gözəl sürətdə üzməyə bacarırlar. Suda reaktiv hərəkətə malikdirlər. Dəvə quşu çox sürətlə uçur, çox sürətlə qaçır, amma uça bilmir. Sərçədir, bayquşdur, qaranquşdur, durnadır və s. kimi quşlarımız var ki, onlar uçmağa uyğunlaşmış quşlardır. Balıqlar haqqında məlumat verək. Balıqların ümumi xüsusiyyətləri hansılardır? Onlarda üzməyə kömək edən üzgəcləri var. Onların bədəninin üzəri seliklə örtülmüş pulcuqların təşkil olunmuşdur. Həmin pulcuqlar həm ətraf mühitin mikrobundan, zərərli təsirindən qoruyur, həm də onu ələ götürəndə sürüşdüyünə görə yad cisimlərdən və özünün müdafiə sistemi rolunu oynayır. Başların hər iki tərəfində isə qəlsəmələri hər biriniz görmüsünüz. Hansı ki, bu qəlsəmələr vasitəsilə, baxın, burada şəkildə göstərib, qəlsəmə bunun bu hissəsində olur. Qəlsəmə vasitəsilə suda həll olmuş oksigendən istifadə edirlər.
Fikir vermişsə ki, balığı sudan çıxardıb quruya qoyanda onun qəlsəmə qapaqları tez-tez açılıb bağlanır. Çünki o tənəffüs etmək istəyir, lakin əldə edə bilmir həmin tənəffüsündən. Sonra bunlar necə çoxalırlar? Kürük qoymaqla çoxalırlar. Hətta bir çox balıqlar öz kürlərini qoymaq üçün dənizdən çaylara, çaylardan dənizlərə miqrasiya edirlər ki, bu da bunların kürü verməsi adlanmış olur. Bir dənə burada uşaqlar bir şey xatırladım, bir şey öyrənəsiniz ki, köpək balığı diri bala doğmaqla çoxalır. Həmçinin köpək balığı ilə uşaqlar balinanı qarışdırırlar. Kənarda bir qeyd aparın. Köpək balığı balıqlar sinifinin qığırdaqlı balıqlarına aiddir. Amma balina isə və delfin isə məməlilər sinifinə aiddir. Bax, bunu xüsusi olaraq qeydimizdə aparın. Sürünənlər sinifinin nümayəndəsini isə hər biriniz tanıyırsınız. İlandır, kərtənkələdir, timsahdır, tısbağadır. Sonra nəsli kəsilmiş dinozavrlardır ki, bunlar sürünənlərə aiddir. Xarakterik xüsusiyyətlər nədir? Bunların bədənləri pulcuqla örtülüb, pulcuqları quru və su keçirməzdir və ağciyərlər vasitəsilə tənəffüs edirlər. Və bunlar da çox pay yumurta qoymaqla çoxalırlar. Piton deyə bilərik, anadonta deyə bilərik ki, bunlar diri bala doğmaqla çoxalırlar. Və sürünənlər yay vaxtı isti olanda bunlar isinmək və sərinləmək üçün kölgəyə doğru hərəkət etmiş olur. Ona görə də deyirlər ki, otluqda çox hərəkət etməyin, çünki onlar kölgələnmək üçün həmin yerlərdən istifadə edirlər. Heyvanlar olan suda qurda yaşayanlardan danışın. Suda qurda yaşayanlara misal kimi göl qurbağasını göstərə bilərik. Adından məlum olduğu kimi onlar həm suda, həm də quruda yaşayırlar və bunların digər adını amfibilərə demək olar. Pulcuqları bunların yoxdur, dəriləri nəmlidir. 99% bunlarda dəri tənəffüsüdür. Burada qeyd edir. 99% bunlarda demək dəri tənəffüsüdür. 1% isə hansı tənəffüsdür? Ağciyərlə tənəffüsü deyə bilərik. Və bunlar kürü tökməklə çoxalırlar. Yəni, kürü tökmək o deməkdir ki, balıqlar necədirsə, bunlar da eyni qaydada kürü tökməklə çoxalırlar. Gördüyünüz kimi, nümayəndələri tritondur, salamandradır, quru qabırğası, hətta sarımsaq ilə qurbağa var və ağac qurbağasını da misal göstərə bilərik. Və onurğası heyvanlar keçməmişdən öncə qeydlərimizdə bu şeydə qeyd edin. Soyuqqanlı heyvanlar var, istiqanlı heyvanlar var. Bədən temperaturu xarici mühitdən asılı olan heyvanlar, soyuqqanlı heyvanlar, bunlar aiddir balıqlar, sürünənlər və suda qurda yaşayanlardır. Bədən temperaturu xarici mühitdən asılı olmayan heyvanlar isə quşlar və məməlilər aiddir. Yəni, ətraf mühit soyuqdursa, məməllərə və quşlara heç bir aidiyyəti yoxdur. Amma digərləri isə həmin havanın temperaturuna uyğun şəkildə hərəkət etmiş olurlar. İndi gəlin onurğasız heyvanları öyrənək. Onurğasız heyvanların adına məlum olduğu kimi bunların onurğası yoxdur. Yəni, xordası yoxdur, belə deyək biz bunlara. Yəni ki, misal üçün, hər biriniz görmüsünüz çizgi filmlərində, animasyon filmlərdə dəniz ulduzunu yengəc görmüsünüz, yengidigə və yaxud da krivetka, yəni rus dilində ifadə olunur, xərçəng də görmüsünüz ki, bunlarda bədən örtüyü xarici skeletə malikdir, yəni sərt qabıqla örtülmüşdür. Yəni, bunlarda daxili skelet yoxdur. Daxili skelet nə deməkdir? Yəni, sümüklərlə skeletdən təşkil içərisində, məsələn, döş qəfəsi deyirik ki, ağciyərləri ürəyi qoruyur, baş beyni kəllə qoruyur və s. Bu şeyləri deməklə biz qabırğalarımız var bizim. Yəni, bu bizim daxili skeletimizdir. Yalnız bunlarda xarici örtüyünü örtən xarici skelet formalaşmışdır. Orqanizm olaraq bundan istənilən bir mühitdə, yarım səhrada, səhralarda, bəziləri suyun dibində, okeanların dibində və quruda yaşayırlar. Həşəratlardan gəlin danışaq onurğasızların nümayəndəsi olaraq həşəratların ümumi xüsusiyyətləri nələr aiddir? Bunların bədəni 3 hissədən ibarətdir. Şəkildə də göründüyü kimi baş, döş və qarıncıq hissə. Bığcıqlar nə üçündür? Təbii ki, lamisə orqan rolunu, yəni hissiyyat üçündür. Deməli, baş hissəsində nə yerləşir deyəndə bığcıqları götürürsünüz. Döş hissəsində nə yerləşir deyəndə isə ayaqları götürürsünüz. Deməli, ayaqların iki cüt ayaq düşür bu tərəfə və bir də bunlardan
Və bir də bunlarda qanadlar vardır ki, qanadlar isə bunlar döş hissəsində qanadlar vızıltı orqanına çevrilmişdir. 2 cüt qanad var bunlarda. Bir cütü vızıltı orqanıdır, bir cütü isə qanad üstülüyü adlanmış olur. Qarıncıq hissəsinə gəldikdə isə qarıncıq hissəsi də buğumludur. Bunların qarıncıq hissəsində həmçinin yerimi ayaqları da olur və bunlarda dişilərdə var yumurta qoyanlar, erkəklərdə isə toxumluq hissəsi yerləşmiş olur. Bu sadəcə olaraq sizlər üçün həşəratların qısa bir xülasəsidir. Çox da dərinliyə getmiş şəkildə ifadə olunmayıb. Yəni sizin özünüzdən asılı olaraq əlavə məlumat əldə etmək istəsəniz, həşəratlara aid hər hansı bir videolara baxmaqla öz fikirlərinizi genişləndirə bilərsiniz. Həşəratlar necə çoxalır? Şəkillərlə göründüyü kimi həşəratlar yumurta qoymaqla çoxalırlar. Sonsuz sayda yumurtalar qoyurlar və həmin bu yumurtalardan yeni həşəratlar çıxmağa başlayır. Aha, həşəratların çoxalması necədir? Bunlarda 4 mərhələ olur. Yumurta, sürfə, pup və yetkin fərd. Bunu kənarda özünüzdə qeyd edin. Yumurta, sürfə, pup və yetkin fərd həşəratların keçirdiyi inkişaf dövrlərinə aiddir ki, bunlarda, məsələn, tut ipək qurdun, gəlin misal göstərək. Tut ipək qurdu necə baş verir bunlarda? Demək, əvvəlcə barama kimi olaraq yumurtalarını qoyur, daha doğrusu. Yumurtalardan tırtıl adlanan sürfə çıxır. Həmin sürfələr sanki barama hörür özünə. Pup mərhələsi olur və yenidən həmin pupdan yetkin var kəpəninə çıxır ki, nəticədə onlar 2-3 gündən sonra isə yaşayıb ölmüş olurlar. Gəlin biz bunlara bir diqqət edirək. Həşəratlar qrupuna aid onları seçin. Siz də seçim etmədiyiniz heyvanlar nə üçün həşəratlar qrupuna aid deyil? Həşəratlara arını getiririk. Gəlin burada qeyd edək. Arı, milçək, sonra arı və milçək. Niyə biz bunları həşərat götürürük? Çünki tarakan da götürə bilərik hətta uşaqlar. Çünki bunlarda yerimi ayaqlarına görə götürürük və qanadlarına görə götürmüş oluruq. Amma əqrəblər isə əqrəblər dəstəsinə aiddir hörümçək kimlərə. Hörümçək də və əqrəblər də eyni sinifə, hörümçək kimlər sinifinə aiddir. Əqrəblər hörümçək kimlər sinifinin əqrəblər dəstəsinə aiddir. Burada gəlin indi isə hörümçək kimlərdən baxaq. Baxın, hörümçək kimlərin nümayəndəsi kimi hörümçəkdir, əqrəbdir, ilbizdir. Molluskalar misal olaraq ilbizdir, kalmardır, anadonta. Siz bunları görmüsünüz. Yəni ən azından medialar eşitmişsiniz, televizorda görmüsünüz. Çox adam kalmardan istifadə edir. Buna osmiyok da deyilir. İlbizi bir çox yerlərdə qida kimi istifadə edirlər. Onun daxili möhtəviyyatı hansı ki, bədənin bu hissəsinə yerləşir. Və bunun kosmetik müalicəvi üsullarına da istifadə olunur. Çünki selektin maddəsi dərinin aşınmasına, təmizlənməsinə və nəmləndirməsinə kömək etmiş olurlar. Belə uşaqlar, mövzumuz bu qədərdir. Demək, heyvanları qruplaşdırdıq və heyvanları qruplaşdırdıqdan sonra hansı xüsusiyyətlərə malik olduqlarını da dedik. Ümid edirəm mənim qeydlərimi dəftərinizdə bir qeydiyyatınıza aparın. Çünki bunlar sizin üçün həm olimpiyadada, həm də monitorinqdə istifadə oluna biləcək suallar əsasındadır. Sağ olun, gələn dərslərimizə qədər.